Oktyabrın 14-yü saat 9:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Lent Azra Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 14-yü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb. Düşən yağıntının miqdarı Qaxda, Sarıbaş 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə, Kişçayı 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 müddət qeydə alınıb. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 m-stek güclənib. Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.